Değerli şagirdler, abituriyentler, izleyiciler, bu dersimizde Səməd Vurğunun Vaqif dramından danışacağız. Gördüyünüz kimi dram 5 pərdəli, 11 şəkilli mənzum dramdır. Əsərin qəhrəmanı 18-ci əsrin şairi Vaqifdir, Molla Pənah Vaqif. Əsərin mənfi qəhrəmanı Ağa Məhəmməd Şəh Qacar, o cümlədən İbrahim xan da mənfi qəhrəman kimi təqdim olunur. Vaqifin dostu Vidadi var əsərdə. Eldar var ki, İbrahim xana qarşı dayanır və İbrahim xanla yola getmir, xalqın bir nümayəndəsidir, çobandır. Burada Kürt Musa və Arşak obrazları var. Bu əsər əvvəlcə onu deyim ki, sosial realizmi nöqteyi nəzərindən yazılmışdı. Sovet rejiminin təbliğ elədiyi ideyalar bütünlüklə bu əsərin üzərinə gətirilibdir. Gördüyünüz kimi Eldarın dostu Kürt Musa ilə erməni Arşakdır. Sonra Vaqifin arvadı Xuraman var, oğlu var Əli bəy. Burada cümlər var, Əli bəyin sevgilisi yazıblar, amma elə biz əsərdən tanış olanda, elə cümlərdən tanış olanda görür ki, bunların toyu olubdur. Əli bəyin yoldaşıdır, Əminə Günlərin anasıdır. Kəzban Şari Vidadinin, Molla Vəli Vidadinin yoldaşıdır. Vəzir obrazı dedikdə Ağa Məhəmməd Şəh Qacarın vəziri başa düşülür. Təlxək İbrahim xanın təlxəyidir. Sonra Qacarın əsirliyində olan Şaliko Tamara, Kiçik Gürcü kimi əsirlər var ki, onları sonra qapısı qaçmasına şərait yaradır. Sonra Şeyx Alı var, Qarabağın şeyxi, bunu sonra Əli bəy öldürür. İlyas var, bu Eldarı öldürməyə cəhd edən İbrahim xanın adamıdır. Demək ki, o Eldarı öldürmək istəyəndə Kürt Musa onu öldürür. Bizim ədəbiyyatımızda uzun müddət belə bir fikir aşılanır ki, saf özümüzdən olan baltalar həmişə öz xalqımızın nümayəndələrini özümüzə qarşı vermiş kimi olurlar. Sonra sərkərdə var, Qacar qoşunlarının sərkərdəsi, bunda Zülfüqar var, qapısı. Qacarın əleyhidarlarındandır. Qacarı yaralayır, düzdür, sonda. Deməli, bu Eldardan döyüşdə yaralansa da sonda Zülfüqar öldürür. Bir dənə burada tarixi həqiqətə bir hadisana Səməd Vurğun sadiqlik göstərir. Sonra digər obrazlar var. Əhməd kişi, Qurban kişi, bunlar Vaqif Vidadiyə qonaq gedəndə orada görüşürlər və Qasım Murad və digər adamlar. Əsər haqqında əvvəlcə bir neçə fikrimi qeyd edeyim. Səməd Vurğun Sovet ədəbiyyatının ən nüfuzlu şair olub, yazıcısı olub, dramaturq olub və şanı şöhrəti, necə deyirlər, yaşadığı dövrdə heç bir yazısı ilə şairdən müqayisəyə gəlməyib. Və Səməd Vurğunun ən məşhur əsəri Vaqif hesab olunur, lirik növdə Azərbaycan şeiri hesab olunur. Və bu əsər çox o qədər populyarlıq əldə edibdir ki, onun haqqında tənqidi fikrə də bu dəqiqə ciddi bir dözümsüzlük var. Əslində, Vaqif əsəri bədii cəhətdən də çox zəif əsərdir. İdeya baxımından da zəif əsərdir. Hətta dili də çox zəifdir. Ümumiyyətlə, orta məktəbdə keçirilməsini düzgün qəbul eləmirəm, doğru qəbul eləmirəm. Burada birinci tarixi həqiqətlər, tarixi şəxsiyyətlər olduğu kimi qələm alınmayıb, düzdür, yazısı improvizə edə bilər, sərbəst düşünə bilər, hadisələrə sərbəst nöqteyi nəzərdən yanaşa bilər. Amma tarixi bu qədər təhrif eləmək olmaz. Yəni, o dövr tarixində Vaqif özü niyə gəlib Qarabağa çıxmışdı? Çünki Gürcü hücumları olurdu. O dövrdə də elə Gəncənin qala qapıları da Gürcülər girov kimi aparmışdılar. Vaqif nəinki Qazaxda yaşaya bilir, nəinki Aranda yaşaya bilir, laf qalxır Qarabağa şübhəyə. Çünki Gürcülərin çox tez-tez hücumu olur, amma bu əsərdə necə verilir? Gürcü bizim xalqın dostu kimi verilir. Halbuki Ağa Məhəmməd Şəh Qacar Gürcülərin o dövrdə çox qol qanad açmasını görüb, türk xalqlarına, yəni öz millətinə zulm verməsini görür, gəlir
onları bərk cəzalandırır. Səməd Vurğun burada deyir, Tiflis odlara qaladı keçdi, bəli, Tiflis odlara qalamışdı. Çünki gürcülər o dövrdə əməlli başlı Azərbaycan xalqının, Azərbaycan türklərinin üstünə ayaq almışdılar. Vaqif də onları, Qacar da onları cəzalandırır. Qacar bizə çox qanısan bir hökmdar kimi təqdim olunur. Amma Qacarın həyatını oxuduqda, məsələn, burada tövsiyə edirəm ki, Jean Gevrin o dövrdə Qacarı şəxsən görmüş fransız yazarın Jean Gevrin Xacə Şah romanı var. Onu oxuyaraq Qacarın şəxsiyyətindən tanış olmaq olur. Qacar böyük bir şəxsiyyət olub, böyük həm də təfəkkür sahibi olub, Quran təfsiri də o dövrdə İranda ən güclü alim hesab olunurmuş. Həm də xacə olmasına baxmayaraq bir dövlət qurmağı, parçalanmış xanlıqlarını birləşdirməyi bacaran bir adam. Üstəlik adamda türklərə qarşı yox, farslara qarşı bir nifrət olmuşdu. Çünki onun xacə olmasında Kərim xan Zəndin rolu var idi. Kərim xan Zəndin əsir olur Qacar uzun müddət. Sonra da Kərim xan Zənd ölən kimi Qacar bir neçə gün içərisində tayfasını başına yığır, hakimiyyətini qurur. İlk növbədə gəlir Kirman şəhərini cəzalandırır. Yəni o vaxt Kərim xan Zəndin paytaxt şəhəri olan Kirmanı cəzalandırır. Orada əhalini də cəzalandırır. Amma biz sonralar görürük ki, heç vaxtı türk haqlarına, yəni öz xalqımıza, öz xanlıqlarımıza qarşı mübarizə apararkən onlara qarşı böyük şiddət göstərməyib. Hətta Şamaxını da mühasirədən sonra əldə edir, amma Şamaxının vergilərini bağışlayır. Yəni belə bir müsbət bir şəxsiyyəti, qanısan bir hökmdar, nə bilim, alçalıcı bir şəkildə təqdim eləmək Səməd Vurğunun ədəbiyyatımız, tariximizə bir ləkəsidir. O cümlədən İbrahim xanın özünü, yəni çox aşağılıq türklər demişkən biri kimi təqdim eləməsi də əsərin gerçəkliyi yansıtmadığını göstərir. Məsələn, adamın ürəyi bulanır ki, desin ki, İbrahim xan 70 yaşlı bir şəxsin, Vaqifin arvadını yoldan çıxarıb özünə arvad edir. Xana qadın mı? Əski idi. Üstəlik 70 yaşlı kişinin qadını neçə yaşında idi ki, ona kimsə ondan ailə qurmaq istəyir. Ümumiyyətlə, Vaqifin özü, baş qəhrəman kimi verilən Vaqifin özünün dilindən çıxan ifadələr bir o birini təksib edir. Bəzən sözlər bir-birini tutmur. Buradan ora keçid, oradan bura keçid. Yəni, Sovet ideologiyasını təbliğ eləmək üçün Səməd Vurğun Vaqifin nitqinə bəzi ifadələr verir ki, o ifadələrin yeri olmur. Məsələn, Vaqif belə görünür ki, Allahsızdır. Məsələn, biz Vaqifi özünə bu bir, o dövr üçün yəni yaraşmayan bir şey olur ki, Vaqifi Allahsızlıqda, Vaqifin dilinə Allahsız olduğunu göstərən ifadələr verir. Bir tərəfdən də birdən deyir ki, insan Tanrıya da özü ağ olur. Yəni, Vaqif həm Allahı təksib edir, həm Allaha insanın asi olduğunu söyləyir birdən bəzən deyir, insan Allaha da asi olur, yəni Tanrıya da deyir burada. Yəni, bir yaradanın olmadığını deyən adam sonra yaradanın varlığından danışır. Sonra 70 yaşlı bir kişi, çünki bu ona görə 70 deyirik ki, Qacarın hücum edən vaxtı Vaqif 70-ə dirəmişdi yaşı. 17, 70 deyil, 80-ə dirəmişdi yaşı, 70-də deyil. 80-ə yaxın bir yaşı olan Vaqifin qadının, qızın gözəlliyindən danışması, ondan ilham alması adama nə qədər bayağı görünür. Və yaxud sarayda yaşamasını belə ifadə edir ki, mən olmasam deyə qan dizə çıxar orada, ya xalqın haqqını, hüququnu müdafiə edir. Amma sonra yoldaşı Xuramanla danışanda məlum olur ki, o sarayda heç kəsdir. Çünki o dövrdə bir xanlıq üsul idarəsinin olduğu dövrdə vəzir kim olur ki, hökmdara qarşı nəsə eləyə deyə bilsin, mübarizə apara bilsin. Məsələn, Xuramanın dilindən eşidirik, deyir ki, eşitmişəm, xan səni vəzirlikdən çıxardacaq, bizim günümüz nə olar? Məsələn, onda qətiyyən Vaqif deyə bilmir ki, məni çıxaranmaz falan. Deyir ki, bir loxma çörək bizə qəhət olmaz ki. Halbuki Vidadi ilə danışanda deyir ki, mən sarayda ona görəyəm ki,
xalqın haqqını, hüququnu qoruyuram. Yəni bir-birini təksib eləyən ifadələr, hətta heç yerinə düşməyən sözlər indi əsərlə tanış olduqca bu məsələyə toxunacağam. Ümumiyyətlə bəzən Səməd Vurğunun burada 31 yaşında, 32 yaşında yazdığı bir şeir, əsər, hətta Səməd Vurğunun dili bilməməsi, Azərbaycan dilində ifadələri yerində işlətməməsinin dəfən-dəfən şahidi oluruq bu əsərdə. Deyilənə görə Səməd Vurğun 37 repressiyasından qorunmaq üçün bu əsəri yazıb. Elə ona görə də əsər tələm-tələsik yazıldığı üçün Səməd Vurğun heç belə deyək ki, öz əsərini bir redaktə eləyib, onun bədii gözəlliyinə, tarixə müəyyən qədər sadiqliyinə, heç nəyə fikir vermədən elə Sovet ideologiyasının təbliğatı olan şüarları Vaqifin dilinə verə-verə bu əsəri bitirmişdir və əsəri yazarkən də dediyim kimi çox qəribə şeylər, ermənini, kürdü, Azərbaycan türkünə dost vermiş, gürcünü Azərbaycan türkünə dost vermiş ki, bunlar da hamısı o vaxtı Sovet beynəlmiləlçiliyinin təbliğatının nəticəsi idi ki, xalqları bir-birinə dost vermək ki, xalqın aşağı təbəqəsi bir-birini daha çox sevir. Olan belə şeylər, amma güya eyni zamanda xalqın öz övladları bir-birini sevmir. Bir sözdən tamamilə sosial realizmi metodu ilə yazılmış bir əsərdir. Mən bilən günümüzdə yeri olmayan və orta məktəbdə keçirilməsi doğru olmayan bir əsər. İndi əsərdən tanış olaq. Əsərin əvvəlində biz Vidadinin evində bu hadisələr cərəyan edir. Vidadi namaz qılıb, sonra Allaha dua eləyir. Yoldaşı ilə aralarında söhbətlər keçir. Ümumiyyətlə, bu hissə birinci pərdə, bunun ümumiyyətlə əsərdə orta məktəb dərsində yoxdur, qısa məzmunu var. Bu vaxtı Vidadinin qəbuluna elçilər gəlir. Məlum olur ki, Cavad xandan bəs elçi gəlibdir ki, istəyirlər ki, Vidadini saraya aparsınlar. Vidadi də saraya getməkdən imtina eləyir. Ondan sonra biz bir də anlayırıq, görürük ki, bəs Vaqif Vidadigildədir. Vaqif Vidadiyə qonaq gəlib. Əslində qonaq gəlməyib, əslində oğlunun toyuna çağırmağa gəlib. Burada bir ifadəyə diqqətinizi cəlb eləmək istəyirəm. Kəzban deyir ki, yaxşı, ay utanmaz, bir də yadından çıxdı bir dəfəlik Kəzban xalan. Vaqif Kəzbanın boynundan qucaqlayaraq, yox, sən anadan artıqsan mənə, həyatım olduqca borcluyam sana. Məsələn, bu ifadələr nə qədər yerini tutur? Vidadi Vaqifdən 10 yaş kimi, 8 yaş kimi, 7 yaş kimi böyükdür. Kəzban da yəqin ki, Vaqifdən yaşıddır. Burada ana kimi təqdim olunması, bilmirəm, yəni burada Vaqiflə Kəzbanın diyaloqunu vermək üçün məhz belə bir ifadə işlətmək ki, yəni sən mənə anadan artıqsan, bu nə vaxt olub, necə olubdur? Yəni bunlar az qala Vaqiflə Vidadi taytuşdular. Yəni belə necə deyərlər, yazısı istədiyi kimi fikirlər ifadə edib. Vaqif Vidadini toya çağırmaya gələndə özü 80-ə yaxınlaşıb yaşı. Məsələn, burada deyək ki, kənddən Əhməd kişi gəlir, məsələn, çox rahatca ona Əhməd dayı deyərək, görəsən bu Əhməd dayı neçə yaşı var imiş. Yəni əsər, məsələn, deyir, sağ ol Əhməd dayı, keyfin necədir? Sən bu hissəni görürsünüz. Bu da kəndin cəmaatından nümayəndələr gəlir, söhbət edirlər. Məlum olur ki, kəndin vəziyyəti pisdir, amma Vaqif olaraq nə deyə bilir? Məsələn, oxuyaq, nə var ki, ömrümüz zülmət gecədir, yenə əllərimiz qabardır, nə çuval dibində bir arpa vardır, nə də təkləmizdə quru bir çörək. Vaqif, bilirəm o dərdləri mən, Əhməd ki, gərək yadındadır rəhmətlik dədəm, bükülmüşdür belə keçə atmaqdan. Vaqif, darıxma, keçər bu dövran, ağ günün işığı görünər sizə, hələlik güvənin zəhmətinizə. Yəni, bu qədər güvənin deyil, insan həmişə zəhmətinə güvənməlidir. Neynəməlidir ki, güya belə deyək də, gələcəkdə Sovet hökuməti qurulacaq və insanlar ağ günə çıxacaq deyə ona işarələr eləyən fikirlər verilibdir burada.
Sonra Vaqiflə Vidadinin burada bir değişməsi var. Durnaları görürlər. Gülə deyəndə yəni burada biraz yaxşı çıxmadı bu ifadə. Durnaları görürlər. Vidadi sazını gətirir, durnalara şeirlər deyirlər. Sonra hamı gedəndən sonra Vaqiflə Vidadinin söhbətin zamanı məlum olur ki, Vidadi əslində oğlunun toyuna çağırmağa gəlibdir. Deyir, yaxşı, Əli bəyin toyudur demək, Vaqif. Bəs necə toyudur, Vidadi? Tükəzban gedək, oğul bizimkidir, gedək Tükəzban. Tükəzban sənə zəhmət olar, Vidadi nə? Vaqifə işarə edir. Budur cavan, nə qədər qoca olsa gərçi Vidadi xəstə, yenə Vaqif kimi əlbəttə 100 oğlanı deyər. Dediyim kimi, burada çox böyük yaş yoxdur ki. Aralarında 8-10 yaş kimi bir fərq var Vaqiflə Vidadinin. Əgər Vidadi bu haldadırsa, bu çönkdədirsə, 90 yaşına yaxın bir yaşdadır. Vaqif də 80 yaşdadır. Vaqifin Qarabağda olmasının gözəllərlə falan bağlaması adama çox bayağı gəlir. Bir tərəfdə Vidadi özünü həriyə bilməyən, toya getməyə güclük çəkən bir qoca, güya Vaqif bir cavan oğlandır. Məsələn, buradakı hissəni istəyirsiz oxuyaq. Tükəzban, yaxşı, qoca vaxtı qürdələnməsən, Vaqif, yox xala, heç qorxma, indi bahardır. Qarabağ doğrudan bir laləzardır. Yenə yanaqlara sığal vurulur. Hər daşın dibində bir toy vurulur. Bir yanda tar səsi, bir yanda qaval, bükür dağ döşündə boynunu maral. Axır şırıltı ilə köpüklü çaylar, gəlir səzdəsinə ulduzlar, aylar. Gedək bizim yerlər xoş keçər sizə. Vidadi deyir, gedək xına qoyaq əllərimizə. Uşaq bizimkidir. Mübarək olsun, gəlinin yolları gülçək olsun. Məsələn, gedək xına qoyaq əllərimizə. 90 yaşında kişi toyda əlinə xına mı qoyurdu? Məsələn, bu ifadə özümə çox qəribə gəlir. İkinci şəklində, birinci pərdənin ikinci şəklində artıq toy evindəyik. İbrahim xan xanəndələr deyir ki, başqa bir zövqü var bugünkü toyun. Tez olun, yaxşı bir segah oxuyun, musiqi çalınır, xanəndə mahnı oxuyur. Məsələn, bu ifadə əsərin deyirimi bədii cəhətdən zəifliyir. İbrahim xan deyir ki, çox gözəl, Vaqifi çağırın görək. Bəy də öz toyunda oynasın gərək. Məsələn, burası inandırıcı olmayan, məsələn, nə tər düşünə bilir Səməd Vurğun bunu belə yazıb. Demək, xan gəlib çıxıbdır, amma xanın qabağına Vaqif çıxmayıb, Vaqif qonağını qarşılamayıb. Belə şey olurmu? Ölkənin xanı sənin evinə toya gəlir və o gələndə sənin xəbərin olmur. Xan özü deyir ki, Vaqifi çağırın, gəlsin. Və birdən-birə vəzir, xeyir işiniz xeyli mübarək, ağ gündələ çıxsın sizin Əli bəy, ancaq çıxarmasın bizi yadından. Məsələn, bu ifadə özü nə qədər bura düşür. Ancaq çıxarmasın bizi yadından. Xanı yaddan çıxarmaq mı olur? Vaqifin dediyi sözə bax, toyda. Ona göz aydınlığı verdi. Allah mübarək olsun dediyi yerdə Vaqifin verdiyi cavaba. Gərək bu novrağı pozmasa zaman. Heç yeridirmi? Heç yeridirmi bu ifadənin ki, burada işlənir? Sonra İbrahim xan nə deyir? Yenə də şikayət. Gəl inan ki, sən nə qədər mən sağam, kef görəcəksən. İndi burada belə deyir, bir dəqiqədən sonra, Eldarı görəndən sonra İbrahim xanın Vaqifə qarşı ümumiyyətlə fərqli münasibəti ortaya çıxır. Ki, elə bunlara deyirsən, özünsən dil verən. Sonra deyək ki, burada heç yeri olmayan daha bir məqam, məsələn, Vaqif gəlin gətirirlər, gəlin gəlir. Vaqifin gəlininə xitabən dediyi sözə baxaq. Deyir, Ağuzum, üzündən götür duvağı, qoy açıq görünsün ayın qabağı, açıq yaşamışdır bizim nənələr, kəfəndir bala, abalam sərapərdələr. Gəlinin üzünə duvaq salması nə şəriətə dəxli var, nə belə deyək ki, kəfən kimi mənalandırmağı doğrudur. Bizim türk oğulları belə, yaraşıqlı oğlanlarımız belə Dədə Qorquddan danışanda demişik, beyrəkdir, qanturalıdır. El içində üzü niqablı gəzirdilər və bir qadının üzünün niqablı gəzməsi, belə deyək, o elin ən gözəl, pak adətlərindəndir. Və özləri üzü niqablı gəzmək təkcə bizim xalqda olmuyor ki, Avropada da oldu. Qadınlar üzünə duvaq salıblar. Yəni, üzlərini torla bağlayıblar ki, hər adam görməsin. Xüsusilə gəlin köçən bir qızın üzünün görünməməsi daha məqsədə uyğun bir haldır. Nəinki
belə üz açıq gəlməsi. Bu üzünə tor salınında daha qəşəng görünür. Hətta adətimiz var, ənənəmiz var. İndi də bu gözləndir. Gəlinin gəlib üzünün duvağını bəy qaldırır. Aha, indi gəlin görək. Şair nə deyir? Səməd Vurğun Vaqifin dilindən nələr deyir? Açıq yaşamışdır bizim nənələr, kəfəndir abalam sərapərdələr. Nədir gözlərində bu pərdə bu rəng? Can dustaq olanda gülər mürək. Yazın laləsidir al yanaqların, yağut kənarıdır gül dodaqların. Camalın dünyadır. Məsələn, camalın dünyadır, mən bilmirəm bu nə ifadədir, camalın dünyadır. Bu bənzətmə nə deməkdir? Üzün dünyadır. Arxasından qucağın cənnət, heç bir qaynatanın toy günü gəlinə deyəcəyi bir sözdür. Sonra arxasından gələn bu ifadəyə bax. Utansın hüsnündən o kör şəriət. Din niyə sənin hüsnündən utanmalıdır ki? Bu nə cür yanaşmadır? Bu nə məntiqi təfəkkürdür? Bu nə cür ifadədir? Bəli, dini aşağılamaq, deyək ki, dinin insanları dindən çıxarmaq, bir ateist dövlət yaratmaq ideologiyası ki var idi Sovet hökumətində, Sovet quruluşunda. Onun deyək ki, quyusuna su tökmək üçün işlədilmiş ifadələrdir. Bunlar heç də yerində olmur və əsərin dəyərini də ciddi şəkildə aşağı salır. Ümumiyyətlə əsəri dəyərsizləşdirir. Sonra burada bu məqamda bir məsələ görürük. Görürük ki, bəs Eldar çiynində bir quzu içəri girir. Adam istəyir desin ki, toy evinə, mərəkəyə, məclisin içinə insan niyə çiynində quzu girməlidir? Bir quzu gətirmişsən, əzəb eləmişsən, həyətdə qoyursan, gəlirsən də. Bu bir. İkincisi, zaten quzunu çiynində niyə gətirirsən ki? Bir heyvanı çiyniyə alıb toy evinə gedirsən. Bu hansı geri zəkalılıq nümunəsidir? Çiynində qoyun gedərsən, qoyun iyi verərsən və bütün məclis əhlində, toy əhlində narahat eləyərsən və o məclis də vəzirin məclisidir, orada xan da varsa. Yəni, bu ciddi şəkildə bir, necə deyilər, geri zəkalılıqdır, bir ədəbsizlik, bir tərbiyəsizlikdir. Yəni, Səməd Vurğunun bunu öyə-öyə verməsi adamın ürəyini bulandırır ki, mən toy qapısına gedirəm, qoyun da ev heyvanlarının içərisində ən çox iylənənidir, ən çox qoxulu olandır. Yəni, onu təmiz saxlamaq, iysiz, qoxusuz saxlamaq biraz çətin olur. Yəni, iri buynuzlu heyvanları saxlamaq olur, amma qoyun biraz çətin olur. Qoyun çox iyili, qoxulu olur. Onun boynuna alıb, bir quzu alıb, bir quzunun nə boyda da bir dəyəri var, bilmirəm. Onunla birbaşa xanın olduğu məclisə girmək. Deyək ki, orada yemək məclisidir, nədirsə, ora özünü soxmaq və bunu dəstəkləmək. Yəni, o dövrdə Sovet ideologiyasına görə aşağı təbəqə, indi görəcək Vaqifin sözlərini, nə şəkildə səsləndirir burada. Eldarın bu hərəkətinə necə bir haqq qazandırır? Baxaq. Vaqif görür, of dostum, qardaşım, xoş buyurmusan, səndə dağ havası duyuram inan. Sizdən ayrılmayır könlümün quşu, ellərdə görürəm hər qurtuluşu. Özdə bu ifadələr nə qədər havada qalır. Sən ellərdə görürsən, elin içində yaşamırsan, özün sarayda yaşayırsan, cəmaata da söz üpürürsən. Eldar gəlir, möhtərəm şairə salamlar olsun, bu dünya durduqca o da var olsun. Məsələn, bu özü də çox qeyri-etikli və ağla sığmazdır ki, bir məclisdə xan var, xana salam vermədən birbaşa vəzirə xitab eləmək, ona dua eləmək, belə havada qalan, qeyri-realist, heç romantizm də deyil bu. Bilmirəm adını nə qoyum. İbrahim öz-özünə, İbrahim xan, aha, heç saymır bu hərif bizi, görünür dadmamış qüvvətimizi. Şeyx, mənfi obraz kimi təqdim olunur əsər boyu. İbrahim xanın qulağına, bir bax gözlərinə baxışı qandır, kəndə qarışıqlıq salanlardandır. İbrahim xan, vəzir, çoban çoluq məclisidir bu. Vaqif düzü gözləməzdim heç sizdən bunu. Məsələn, bu ifadəni bir vəzir ömründə xana qarşı işlədə bilməz. Tutaq ki, işlətdi. İbrahim, heç gözləməzdim, lap yersiz nahaq. Yox bir başa keçsin çiynində çomaq. Vaqif əziz qonağımdır, dostumdur Eldar. İbrahim xan, xanın hüzurunda nə ölümü var? İndi keçirik arxasına əsərin. Vaqif, bu mənim evimdir, siz qonaqsınız, qonağı sevərlər, lap nahaqsınız. Qətiyyən bir hökm vəzir. Xana qarşı bu cür sözlər, ifadələr işlədə bilməz ki, bu da bizim gördüyümüz, götürdüyümüz, vəxşi indinin özündə belə. Yəni, insan özündən mövqeyəcə, hələ o dövrdəki xanlıq mütləq hökm sahibidir. Özündən vəzifəcə, mövqeyəcə
böyük adama bu cür öz toyunda. Yəni insan barışdırıcı mövqeyə tutur. 80 yaşlı bir insandır Vaqif. Başlayıb guya xanla dirəmə döymə oynamağa, söz savaşına çıxıb. İbrahim xan, qonağa bir bax, hər yoldan ötəni başa çıxardaq. Vaqif, onun görkəmindən iyrənməyin. Bir kəndli babadır, vicdanı təmiz. Məsələn, mən bilmirəm, bu vicdanı təmiz nə demək? Vicdanı təmiz olmaq, bu havadan asılı qalan ifadələr də Səməd Vurğun nə demək istəyir? Dilindən düşməyir gözəl nağıllar, ən böyük ürəklər, yetkin ağıllar. Məsələn, bu yetkin ağıllar dilindən düşmür, ən böyük ürəklər. Bax, bu nə anlama gəlir? Dilindən düşməyir gözəl nağıllar, ən böyük ürəklər, yetkin ağıllar. Ellər dünyasında yetişir bilin, namusu, vicdanı təmizdir elin. Bu nə deməkdir? El deyəndə görəsən Vaqif özü eldən deyildim. İbrahim xan eldən deyildirmi? Yəni bunlar başqa planetdənmi gəlmişlər? Və aşağı təbəqənin, deyək ki, kəndlinin, çobanın, aşağı təbəqənin nəzərdə tutursansa, eli namusu, vicdanı təmizdir. Yuxarı təbəqə namusunu, vicdanını söyləmə atmışdır. Bu, ümumiyyətlə, namusla vicdan tamamilə başqa-başqa, ciddi şəkildə başqa anlamlara gələn sözlərdir. Bunları zaten burada sinonim kimi işlədəndə də, sinonim deyəndə eyni anda işlədəndə də bir qərib olur. Görəsən, başqaları namusunu, yuxarı təbəqə namusunu ayaqlar altına mı atmışdır? Vicdan deyəndə, ümumiyyətlə, Səməd Vurğun hələ nəyi başa düşürük, vicdanı təmizdir deyəndə, mən hələ başqa bir yerdə məqamda toxunacam, deyir ki, əliməz vicdanın böyük heykəl. Görəsən, nə demək? İbrahim xan, doğrusu yorulub bezikmədin sən, elə durub ellər deməkdən. Aha, indicə 5 dəqiqə qabaq deyirdi ki, sən nə qədər mən varam keyf çəkəcəksən. İndi məlum olur ki, bəs İbrahim xan eldən xoşu gəlmir. Halbuki bir xan elsiz heç nə olduğunu bilir. Biz Koroğlu əsərində görürük Nigar xanım, Xodkarın, yəni İstanbul Sultanın qızı, o Koroğlu üçün deyir ki, utan qoç Koroğlu utan, dağların damənin tutan, sənin kimi başa çatan elin qədrini nə bilir? İbrahim xanlar və yaxud deyək ki, Qacarlar, onlar elin, obanın hesabına yüksəlmişlər. Çünki hakimiyyətə gəlmək, xalqa nifrət eləmək, ona yuxarıdan aşağı baxmaqla olmur. Xalqı öz ətrafında birləşdirməklə olur. Niyə? İbrahim xan elə yuxarıdan aşağı baxmalı idi, eli heçə saymalı idi, elsiz bir hökmdar mı olur? Əvəzində güya Vaqif el qədri bilən olur və Eldar Vaqifə deyir ki, canım dalaşmayın, mən gedim. Bunu demək Eldarın nə qədər həddinədir ki, vəzirlə xanın arasında güya sanki sülh yaradır. Canım dalaşmayın, mən gedim. Vaqif dayan, başqadır könlümdə gülən xaniman. İbrahim xan getsin gərməsinə ayaqlamağa. Eldar, buyruq sizinkidir möhtərəm ağa. Ancaq olmasaydı kasıb kəndlilər bunca qudurtmazdı sizi simuzər. Yəni bunu, bu ifadəni xanın üzünə demək, çobanın, sıradan bir çobanın gücünün, yəni hardan güc almalıdır ki, o sözü deyə bilsin. Bunu bir çoban xanın üzünə bunu belə deyə bilməz. O, kəfəni boynuna geymək deməkdir və bəlkə də hardasa, nə cürsə, elə bir mövqedə ola bilər ki, bəlkə bu sözü deyir, amma bu yerdə onu demək mümkün deyil ki. Eldar məclisi tərk edir, onu tutmaq istəyirlər. Adamlar arasında ihtişat çıxır. İbrahim xan, qoymayın, tez olun, tutun Eldarı, ona da göstərin daş zindanları. Vaqifə tərəf, qudurtdun bunları, doğrudan da sən bəlkə də özünsən, ona dil verin. Bayaq demişdik ki, 5 dəqiqə qabaq dedi ki, nə qədər ki, mən hakimiyyətdəyəm, sən keyf görəcəksən, amma indi isə biz İbrahim xanın başqa bir təsbitini və qənaətini görürük ki, o belə düşünür ki, elə bəlkə də Eldara dil verən bunun özüdür. Məsələn, bax, burada adamların bir-birini bu əsərdə ən böyük zəif yeri odur ki, qəhrəmanlar özlərini təksib edirlər. Gah belə deyirlər, gah elə deyirlər və bu da obraz haqqında obrazın mükəmməl işlənməməsinin qabarıq göstəricisidir. İndi arxasından Vaqif nə deyir? Xeyr, yanıldınız, ona dil verən, gözü ilə dünyada alovlar görən Kəndistan yeridir. Bəli, Kəndistan, bəzən Tanrıya da ağ olur insan. İndicənə, orada birinci pərdədə, elə birinci pərdə deyirdi ki, birinci şəkildə, deyirdi ki, bəs bu Allah, bunlar hamısı boş şeylərdir. Biz bu dünyadakı həyatımızı yaşayaq, o dünyanda qoy şeyxlər düşünsün.
Amma indi təzədən Tanrıya da ağ olur insan. Burada Tanrının varlığını təzədən təsdiq edir və burada Vaqif təzədən öz-özünü təkzib eləmiş olur. Ümumiyyətlə dediyim kimi əsər boyu Sir Vaqif, Sir İbrahim xan, hətta Qacar çox tez-tez fikir dəyişirlər, fikirlərini dəyişirlər və bu da belə qəribə bu böyük şəxsiyyətlərin, yəni hər üçü üçün deyirəm, Sir İbrahim xan, Sir Vaqif olsun, Sir Ağa Məmməd Şah Qacar olsun, belə bir nitqə, belə bir məntiqə, təfəkkürə sahib böyük adam mı olur? İbrahim xan qəzəblə çıxaraq, yaxşı, danışar. Vaqif bu haqqı salan, bu da dut çörək. Çox qəribədir. Vəzirin xana bu cür yanaşması mı olur? Bu haqqı salan, bu da dut çörək. Sən gətirib bir vəzifəyə qoyublar, işləyirsən. Dünyada dərd varmı? Mənim dərdim tək. Bu xan bir ilanmış, saray yuvası, zəhərmar qoxuyur onun havası. Qardaşım, adıma deyirlər, zəhərmar qoxuyur bura, sən burada nə işin var? Əgər bir yerdə ki, sən özünü böyük dərdli adam hesab edirsən, buranı ilan yuvası, bu sarayı, xanı ilan, sarayı ilanın yuvası hesab edirsən, havasını ilan zəhəri qoxuduğunu söyləyirsən, sənin orada nə işin var? Amma nə olsun ki, sonra yenə özünü təksib eləyən ifadələr. Vaqif Vidadi deyir, Vaqif, sabah məni yola sal gedim. Torpaq evciyimi ziyarət edin. Məsələn, təzədən bu ifadə burada nə qayır? Torpaq evciyimi ziyarət edin. Adam o yeri ziyarət edirsən ki, uzun müddətdə ora getmirsən, oranı görmürsən və ziyarət etmək odur ki, gedirsən, dəyirsən, qayıdırsan. İndi burada Vidadi 5 gündür, 10 gündür, 15 gündür, deyək ki, bilmirik, toya neçə gündür gəlib, Qarabağa gəlib, indi öz evinə qayıtmağını ziyarət edim ifadəsindən vermək nə demək? Adam öz evini ziyarət eləmir, öz evinə qayıdır. Ona öyle deyirəm ki, Səməd Vurğun burada ifadələri nə cür gəldi, işlədi. Sözlərin daşıdığı leksik mənalara ümumiyyətlə fikir vermiş və bu, ümumiyyətlə Səməd Vurğunun yaradıcılığında xas bir şeydir. İfadələr yerinə oturdu, oturmadı. Leksik normanı pozaraq necə gəldi söz işlətmək. Oradadır dünyanın zövqü ləzzəti. Sən də öz boynundan at bu minnəti kəndimizə qayıt. İndi Vaqifin sözünə baxın. Yox, qayıtmaram, iş ki belə düşdü, meydanda varam. Qardaşım, sən meydanda nətər var olursan? Təzədən bir neçə səhifədən sonra sənin Xuramanla söhbətin var. Səni hökümdarın, yəni İbrahim xanın vəzifədən çıxarıb tullamağı bir-iki dodağın arasındadır. Sən nətər var olursan və beləcə də loğalanırsan. Vidadi, əl çəksin bu tərslikdən qulaq asmana. Vaqif, ölsəm də ölməyim xoşdur mərdana. Sən öz dedi, Vidadi deyir, sən öz dediyindən dönməyəcəksən, səni yalnız qoyub gedənmərəm mən. Ali bəy gəlir, ata həbs etdilər, yazıq Eldarı. Vaqif, insan uçuracaq daş zindanları. Zəncirsiz, zindansız günlər gələcək, bizə təsəllidir böyük gələcək. Hansı böyük gələcəkdən söhbət gedirdi o dövrdə? Bu da dediyim kimi sosializm, Sovet hökumətinin qurulacağına bir işarə olaraq verilmiş ifadədir. Deyir ki, Əli bəy, bəs Eldar nə olsun? Vaqif, heç nə dərdi var, Vaqif ölməmişdi, onu qurtarar. Çox qəribədir. Xanın tutduğu adamı Vaqif nə cür bu şəkildə deyir, Vaqif ölməmişdi, onu qurtarar. Vaqif qolunu oğlunun boynuna dolayaraq, oğlum, xeyir işin olsun, mübarək, dünyanın keyfinin ləzzətini çək, mənim də ürəyim hələ cavandır, yaşayaq bir təhər, bu da zamandır. Çox qəribədir, bu ifadələr, bax, bu iki misra bir-birini necə tutur? Mənim də ürəyim hələ cavandır, sonra da yaşayaq bir təhər, bu da zamandır. Həm burada deyir, dünyanın keyfinin ləzzətini çək. Sonra mənim də ürəyim hələ cavandır, arkasından yaşayaq bir təhər, bu da zamandır. Yəni, bir-birini tutmayan ifadələr. Arkası ilə Vidadi, ağıllı baladı, Allah saxlasın. Görəsən, Əli bəyin ağıllı bala olduğu qənaətinə Vidadi nə gördü, hardan gəldi? Sonra könlümdə dünyanın min sirri vardır, ah, duyan düşünən nə bəxtiyardır. Dəryalar üstündə süzən sonalar, sizey göğüzündə uçan durnalar, deyin xoşbəxtəmmi? Məsələn, heç yerinə düşməyən bir fəlsəfi fikir, indicənə Vidadi buna deyir, ağıllı baladır, Allah saxlasın. Sonra Vaqifin dilindən səslənən bu fəlsəfi fikir, hər şey gözəldir və bəs mən xoşbəxtəmmi? Bu havada qalan bir ifadə, bir fikir. Sonra Təlxəy çox çalışıb, çox yanmayın, uşaq kimi inanmayın bu dünyanın səfasına, sarayların vəfasına. Burada deyəsən də bir dənə düz söz danışan Təlxəy idi. Vaqif deyir ki, gör nə danışır ağıllı Təlxəy, nəsə dincəlməyir sinəmdə ürək, Xuraman gəlir.
Bramanın sözlərinə baxırıq. Kişi bu nə işdir? Küsüb getdi xan. Vaqif qoy küssün özünün qanacağından. Məsələn, çox eee, küsüb qanacağından küssün. Vaqifin adam məəttəl qalır. Bir xan özü haqqında bu cür düşünən bir şəxsdən necə vəzir xan ola bilir? Xan vəzir ola bilir. Yəni onu yanında saxlaya bilir. Və Xuraman yenə bu çox qopuq düzdür. Tarixi həqiqətə sadiq qalıbdır Səməd Vurğun. Xuraman buradakı qadın Vaqif onun ikinci yoldaşı idi. Bir el ağası idi əvvəl Kərim, öz qapım, öz evim, öz nökərlərim. Hamısı qulluğumda hazır durardı. Rəhmətlik gündə bir məclis qurardı. Buna da bir böyük vəzir dedilər. Başımı, beynimi ovub yedilər. İnandım, dedim ki, nə xəyalı var. Yəqin ki, bunun da öz cəlalı var. Bu ki, qoltuqlarda gəzib dolanır. Çox vaxtda su kimi rəngi bulanır. Elə dərd tökülür qaşqabağından. Amma çox razıyam qanacağından. Məsələn, burada elə dərd tökülür qaşqabağından. Halbuki biz Vaqifin ədəbiyyatımızda da qaşqabağından dərd tökülən yox. Elə bu əsərdə də mən düzdür, birinci pərdə, birinci şəkildə o hissələri oxumadım. Elə deyir ki, həyat zövq almalı, keyf çəkməli bir həyat. Şairdir, görünür düz ilqarı var. Nə gözəl, nə şirin kəlamları var. Bir də bunlardan mənə kar aşmaz. Vaqif, nə var fikirdəsən sən ey sərvinaz, amandır örtməsin ey nazlı nigar, o ay camalını qara buludlar. Çox maraqlıdır, 80 yaşında bir kişi qadınına bu cür ifadələrdən nazlı nigar, ay camalını qara buludlar örtməsin, belə xitablar eləyə bilir. Və o hissəyə gəlim ki, burada deyir ki, Xuraman deyirlər səni vəzirlikdən qovlayacaq xan. Vaqif, ha, bəs elə bu. Məsələn, bayaq Vidadiyə deyirdi ki, mən bu meydanda varım. Sən Xuramana deyə bilirsənsə ki, əgər həmən adamısansa, yəni ki, məni qova bilməz, mən ondan axıra qədər mübarizə aparacam. Xuraman deyir, bəli, Vaqif, Xuraman, gör nəyin xəyalındasan, qəfəsdə quş kimi yaşayıram mən. İndi saray buna quş kimi qəfəsdə yaşamaq kimi. Nə sən gördüyünün bu saray, bu yurt, nə də dişlərində qan donan o qurt, bu tərlan könlümü ovlaya bilməz. Dərdin elə busa, lap arxayın gəz. Və bu bəs səni, çıxarsalar, Xuraman, necə dolanarıq dilənçilər tək, Vaqif bizə qəhət olmaz bir parça çörək, qorxma, bəxtinə də söyləmə qara, kaş ki, düşməyəydim bu saraylara, yanıldım doğrusu, uyub aldandım, başqadır könlümdə mənim ilk andım. Qardaşım, aldanmışsan, çıx get da, bu yaşında aldanışına niyə davam edirsən? Yəni, bu sözlər hamısı havada qalır. Onu diqqətə çatdırmaq istəyirəm. Xuraman, elə şirin-şirin danışmağım var. Yox, Vaqif, yox, sərraf gözüdür mənim bu gözüm, özüm tutduğuma heyranam özüm. Gözüm su içmir, bəs Xuramandan, onu başqa ruhda böyüdüb zaman. Deyəsən şöhrəti çox sevir qadın, ah mənsəb, ah şöhrət, yaranmasaydın. Bəs yaxşı, mənsəbi şöhrəti istəmirsənsə, özün vəzir olub, niyə bu sarayda qalırsan? Birinci pərdə haqqında danışdıq. Gördüyümüz kimi pərdələr özləri də şəkillərə bölünübdür. Birinci pərdə iki şəkildən ibarət idi. Birinci şəkil cəryan eləyir Qazaxda Vidadinin evində. O hissə orta məktəb dərsində yoxdur. İkinci şəkil isə cəryan eləyir Vaqifin evində, toyda və toydan sonraki söhbətlər. İkinci pərdədən ikinci dərsimizdə danışacağıq. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundursa, mənim üçün nə mutlu.